İmam Əhməd Həmbəli rəhməhullah Qədir gecəsi barədə belə demişdir. Qədir gecəsi sakit, aydın və mülayim olar. Nə həddindən artıq isti olar, nə də həddindən artıq soyuq. Günəş səhər açıldıqda şəfəksiz doğular və tam aydın görünər. Qədir gecəsinə çatdığını bilsən, onda dua və ibadətlə məşğul ol. Çünki bu gecədə edilən dualar rədd olunmaz. O həmçinin Qədir gecəsi barədə belə demişdir. Qədir gecəsi Ramazan ayının son 10 gecəsində, xüsusilə tək gecələrdə axtarılır. O xüsusilə 27-ci gecənin daha çox ehtimal olduğunu qəbul etsə də, 21, 23, 25 və 29-cu gecələrdə ibadət etməyi tövsiyə edirdi. İmam Əhməd Qədir gecəsində ən çox ediləcək dualardan birinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin öyrətdiyi bu dua olduğunu söyləmişdir. Allahümmə innəkə əfuvvun tuhibbul əfvə fəfu anni. Allahım, sən bağışlayansan, bağışlamağı sevənsən, məni də bağışla. Mənbə İmam Əhmədin Əl-Musnəd adlı hədis toplusunda.